Çünki kişilərdə kişilik qalmayıb. Qadın başı üzərində kişi görmək istəyir ki, onun qeyrətini çəksin. Qeyrət olub məsxərə obyekti. Qeyrətli adam, qeyrət ümumiyyətlə nədir deyirlər. İndi bizdə də var, bəzi yazarlar, qeyrət nədir? Keçmişin qalığıdır. İnsan da azadlı yaşayır, kimlə istəyir, münasibət qurur falan. Gərək kişinin qeyrəti olsun. Qeyrət mövzusu da çox önəmlidir. Ailədə kişinin xanıma sahib çıxmasının bir əlaməti də budur ki, kişidə qeyrət olsun. Uşaq görsün ki, ata deyir, ana ki, sən falan yerə getmə, icazə vermirəm. Əslində qadının da bundan xoşu gəlir. Qadınların da bundan xoşu gəlir ki, qeyrət kişinin qadına sahib olması bir cüzünə mənada mal kimi, əşya kimi yox, mənəvi baxımdan rəhbərliyinin əlamətidir. Düzdür, bəziləri ifrata gedir bu məsələdə. Zülm eləyir qadına, onu qeyrət adı ilə qısqanclıq eləyir, əslində qeyrətsizlik nəticəsi olur, ifrat qeyrət göstərmək. Amma yox, yerində olarsa qeyrət, o zaman qadının da ondan xoşu gəlir. Qadın bilirsiniz necə kişi istəyir? Elə kişi istəyir ki, onu biraz qısqansın və bir qədər